Üç donuz balası. Biri var idi, biri yok idi. Uzak bir diyarda, yaşıl çəmənliklərin ortasında üç balaca donuz balası anaları ilə birlikdə xoşbəxt yaşayırdı. Günlərin bir günü ana donuz balalarını yanına çağırdı və mehriban səslə dedi: "Əziz balalarım, siz artıq böyümüsünüz. Artıq öz həyatınızı qurmağın vaxtıdır. Gedin, öz evlərinizi tikin və həmişə ehtiyatlı olun." Donuz balaları analarını qucaqlayıb yola düşdülər. Onların ürəyi biraz həyəcanlı, biraz da sevinç dolu idi. Hər biri öz yolunu seçdi. Birinci donuz yolda saman daşıyan bir adam gördü. Sevincək dedi: "Mənə biraz saman verə bilərsən? Özümə ev tikmək istəyirəm." Adam ona saman verdi. Amma bu donuz çox tənbəl idi. O düşündü ki, mən niyə çox əziyyət çəkim ki, tez bir ev tikim, sonra rahat-rahat oynayım. Beləliklə, o samanlardan balaca bir ev tikdi və uzanıb dincəlməyə başladı. İkinci donuz biraz daha irəli getdi və odun daşıyan birini gördü. Ondan taxta aldı və ev tikməyə başladı. Amma o da çox işləmək istəmədi. Bu kifayətdir. Çox möhkəm olmasa da pis deyil. O da tez tələsik evini bitirib istirahət etməyə başladı. Üçüncü donuz isə daha ağıllı idi. O düşündü: "Mən güclü və təhlükəsiz ev tikməliyəm. Çünki meşədə canavarlar var." O kərpic tapdı və işləməyə başladı. Günəş altında çalışdı, tər tökdü. Gecə belə dayanmadı. Bəzən yoruldu, amma öz-özünə deyirdi: "Əziyyət çəksəm, sonra rahat yaşayacağam." Nəhayət, o möhkəm və gözəl bir kərpic ev tikdi. Bir gün ac və hiyləgər bir qurd meşədə dolaşırdı. Birdən burnuna yemək iyi gəldi və dedi: Burada donuzlar var." O birinci donuzun saman evinə yaxınlaşdı və qapını döydü. "Aç qapını." Donuz qorxudan titrədi. "Açmayacağam." Qurd hirslə dedi: "Onda üfürərəm, dağıdaram." Və birdən güclü bir nəfəs aldı. Saman ev bir anda dağıldı. Donuz qorxu içində qaçaraq ikinci donuzun yanına getdi. Qurd onları izləyib taxta evə gəldi. Qapını döydü və dedi: "Aç qapını." Donuzlar birlikdə qışqırdılar: "Yox." Qurd yenə üfürdü. Taxta ev də dağıldı. İki donuz qorxu içində qaçaraq üçüncü donuzun kərpic evinə sığındılar. Qurd bu dəfə daha da əsəbləşdi. O kərpic evə baxıb dedi: "Bu evi dağıtmaq çox çətin olacaq, amma mən yenə də cəhd edəcəyəm." O bütün gücü ilə üfürdü. Bir daha üfürdü, amma ev yerindən belə tərpənmədi. Qurd hirslə dedi: "Mən bacadan girəcəyəm." Üçüncü donuz bunu eşidən kimi dərhal qazanın altını yandırdı. Qazan qaynamağa başladı. Qurd bacadan aşağı düşəndə birdən qorxub dərhal qaçdı və bir daha geri qayıtmadı. Üç donuz balası isə birlikdə kərpic evdə yaşamağa başladılar. Onlar artıq başa düşmüşdülər ki, tənbəllik insanı təhlükəyə aparır. Zəhmət və ağıllı olmaq isə insanı qoruyur və onlar uzun illər xoşbəxt yaşadılar.